Yallah. Deməli, deyir ki, kütləsi 5 kiloqram olan cismin impulsunun zamanla asılı qrafiqi verilmişdir. Uşaqlar, səsim gəlir. Bəli, müəllim. Buna əsasən cismin ilk 4 saniyədəki yer dəyişməsinin neçə metr olduğunu hesablayın. Deməli, uşaqlar, bizdə yer dəyişməni soruşur. Biz bilirik ki, əgər VT qrafiki olsaydı, rahat bir şəkildə fiqurun sahəsini tapardıq. Bizdə nəyin qrafiki verilib? PT verilib, impulsun zamanla. Onda biz bu qrafiki gəlin çevirək nəyə? Sürət zaman qrafiki. Yaxşı, impulsun düsturu bizdə necə idi? MV. MV. İndi bax, əvvəlcə P-nin qiyməti 10-dur. Deməli, 10 bərabərdir. Kütləmiz də 5-dir. 5 vur V. Onda V neçə olacaq? V2. 2. Deməli, bu 10-un əvəzinə mən bura 2 yaza bilərəm. 40-ı çevirsəm neçə olacaq? 8. Onda 40... Ay, sağ ol. 5M. Onda 40 olacaq 8. İndi biz rahat bir şəkildə fiqurun sahəsini taparaq, bu VT qrafikini çevirmiş oldum artıq mən. Fiqurun rahat sahəsini taparaq bir gedilən yol tapa bilərik. Baxıram, əvvəlcə bu trapesiyanı hesablayaq. Trapesiyada sahə hesablayanda demişik, oturacaqlarının cəminin yarısı vurulsun hündürlük. Demək, kiçik oturacağımız 2-dir, böyük oturacağımız 8-dir, bölünsün 2, vurulsun hündürlüyümüz də 2. Neçə metr eləyəcək burada? 2-lər ixtisar edir, eləyir 10 metr. Gəldik bu düzbucaqlının sahəsini tapmağa. Düzbucaqlının sahəsini tapsaq, bura olur 2, hündürlük olur bizdə 8. Onda S bərabərdir, 2 vurulsun 8, neçə eləyəcək? 16 metr. Yaxşı, 10 metr burada var idi, 16 metr də burada. Onda mənim ümumi getdiyim yol nə qədər olacaq? 26 metr. Cavab olacaq Y variantı. Aha, davam edirik ikinci məsələ ilə. Bir maddi nöqtə düz xətli bərabər sürətlə hərəkət edərək 5 saniyə ərzində A-dan B-yə gəlmişdir. Maddi nöqtənin sürətinin Y oxu üzrə proyeksiyasının neçə metr bölü saniyə olduğu. Bax, bizə VY soruşur. Bizə saniyə. Davam edirik üçüncü sualla. Üfüqi səth üzərindəki M kütləli cismin üzərinə 2 M kütləli cisim qoysa, cisimlə səth arasında sürüşmə, sürtünmə əmsalı necə dəyişər? Uşaqlar, sürüşmə, sürtünmə əmsalı mü. Yalnız nədən asılıdır? Səthin kəllə kötürlüyü. Bəli, səthin kəllə kötürlüyündə. Yəni bu kütlədən, qüvvədən, nə bilim, formasından, sahədən heç nədən asılı deyil. Ona da belə çıxır ki, kütləni artırsan da belə əmsal dəyişməyəcək, cavab olacaq Y variantı. Davam edilən 4-cü sualla. Bir verilmiş kütləli ideal qazın təzyiqinin həcmdən asılı qrafiki verilmişdir. Bizə saniyə. Görək kimdir qoşulma. Aha. Verilmiş kütləli ideal qazın təzyiqinin həcmdən asılı qrafiki verilmişdir. Hansı nöqtə daxili enerjinin ən kiçik qiymətinə uyğundur? Əvvəlcə belə edirəm. Mən ümumi yazıram PV bölünsün T. Çünki kütlə sabitdir. Bərabərlik konstantı. İnşallah səslər bir dənə bağlayaq zəhmət olmasa. PV bölünsün T. Yaxşı. Bizə daxili enerjinin müqayisəsini istəyir. Daxili enerjinin düsturu nəyə bərabərdir? 2-də 3.
PV. PV və yaxud da PV ilə də yazmaq olar, elə qısacası. Və yaxud da 2-də 3 T ilə də yazmaq olar. İndi mən baxacağam ki, 2-də 3-ü qoyuram kənara. Onun böyük olması, ən kiçik olması üçün PV hasilində ən kiçik olmalıdır. Onda PV-nin ən kiçik qiyməti hara uyğun gəlir? 1 nöqtə. 1 nöqtəsi. Ən böyük qiymət hansı nöqtəyə uyğun gəlir? 4 nöqtəsi. 4 nöqtə. 4. Bəs 2-də 3 T ilə necə yazardıq? Uşaqlar, biz buradan izoterimlər keçirməliydik əslində, yəni bu formada. Bu formada izoterimlər keçiririk və biz bilirik ki, T özü PV ilə düz mütənasibdir. Onda belə çıxır ki, PV hasili harada böyüksə, temperatur da orada böyükdür. Bax, onda mənasıb T4 böyük olacaq T3-dən, o da böyükdür T2-dən, böyükdür T1-dən. Yəni, yenə belə də müqayisə eləyə bilərsiniz. Amma ən rahatı sizin dediyiniz PV hasili ilə tapılmasıdır. Tamam edirik 5-ci sualına. Deyir, cəryanlı naqillərin bir cis maqil sahəsinin qüvvə xətlərində paralel yerləşir. Amper qüvvəsinin, baxın uşaqlar, paralel yerləşir. Bunun altında bir dənə xət çəkilir. Yəni, bucaq dərəcədir burada. 0 dərəcə və yaxud da 180 dərəcə. Yaxşı, amper qüvvəsinin düsturu bizə nətərdir? IBL Sinüs tayfa. Sinüs alfa. Sinüsün də yenə 0 dərəcə qoysam, ümumi eləyir 0. 0-da nəyə vurursansa 0. Deməli, belə çıxır ki, paralel olduğu halda amper qüvvəsi təsir etmir. Yəni, amper qüvvəsinin qiymət olacağına 0. B variantı. Gəlirik 6-cı suala. Bir Eylirvin diaqramına əsasən maqnis seli və induksiya EHG-si üçün uyğun ifadələri müəyyən edir. Şöyle maqnis selin düsturunu xatırlayaq. Maqnis seli fi hərfinə işarə olunur. Düsturu nətərdir? BS kosinüs alfa. BS kosinüs alfa. EHG-nin düsturu nətərdir uşaqlar? Delta fi bölünsün T. Aysta. İndi gəlin baxaq. Deyir skalyar kəmiyyətdir. Uşaqlar biz bilirik ki, maqnis seli də, EHG də hər ikisi necə kəmiyyətdir? Skalyar. Skalyar. Ona görə biri yazıram ortaya. Ölçü vahidi Weber'dir. Bu konkret nə indi? Maqnis seli. Maqnis seli. Ölçü vahidi voltdur. EHG'nin. EHG-ni 3 atdıq bura. Konturun sahəsindən asılıdır. Uşaqlar, baxın sahədən birbaşa necə asılıdır bu? Maqnis seli. Düz. Düz. İndi maqnis seli artsa, EHG neyniyər? O da dəyişərmi? Artar da. Artar da yəni maqnis seli, sahə artanda maqnis seli artır. Maqnis seli artırsa, onun dəyişməsi də artacaq, EHG də artacaq. Onu da yazıram burada 4. Konturdan keçən induksiya xətlərinin sayı ilə asılıdır. Uşaqlar, sayı artıran, sayla birbaşa nasıl ola bilər sizcə uşaqlar? Maqnis seli. Maqnis seli. 5 artıran bura. Bir də deyir ki, uşaqlar, konturdan keçən induksiya xətlərinin dəyişmə sürəti. Uşaqlar, induksiya xətlərinin dəyişmə sürəti, yəni delta fi böl t-ni soruşur bizdən. Bu birbaşa bizə nəyi verir? EHG'nin. EHG-ni verir. Bu da oldu neçə? 6. Baxaq 2, 5, ortaya 1, 4. Deməli, cavab olacağına C variantı. Gəlirəm 7-ci sual uşaqlar. Bundan çox işləmişik, amma bəzən yenə səhv edirsiniz. Bura yazıram 60 Newton ağırlıq qüvvəsini. Bura yazıram 40 Newton, burada da ağırlıq qüvvəsi. Yaxşı, sistemin təcilini tapsam, sistem nəyə bərabərdir? F vəzləyici bölünsün M. 60 çıxılsın 40. 60 çıxılsın 40, bölünsün sistemin kütləsini necə eləyəcək? 6 plus 4. Bu da eləyir bizdə 2 metr bölünsün saniyənin kvadratı. İndi gəlin, biz gərilməni soruşur bizə. Gərilmə fərqi yoxdur. Hardan hissəsini tapa bilərsiniz? Mən bu hissəsini tapacağım. Bax, gərilməni bu hissəsini baxacağım. Lazım olsa o bir tərəfindən baxacağım. Yaxşı. Gərilməni qeyd elədim. İndi əlimizi sistemdən buraxsa, sistem bu istiqamətə aşağı düşərdə. Yəqin ki, 6 kiloqram ağır olduğu üçün bu formada aşağı düşəcək. Onda Newton ikinci qanunu yazsam belə. 60 çıxılsın T bərabərdir MA-ya. Onda 60 çıxılsın T bərabərdir. M-imiz 6, A-mız 2. 6 vur 2, 12. Onda T nə qədər olacaq? 48. 48. Gəlin, vaxtımız var, tələsmirik. Bir dənəsində sağ tərəfini tapaq. Burada da gərilməni göstərsəm, gərilmə olacaq yuxarı. Sadəcə sol tərəf aşağı düşəndə sağ tərəf hara qalxacaq? Yuxarı Yuxarı. T gəlmə daha böyüdür də orada. Ay, sağ ol. T çıxılsın. Buraya T yazaq. T çıxılsın 40 bərabərdir MA-ya. T çıxılsın 40 bərabərdir. 4 vurulsun 2. 8. Onda T neçə olacaq? 48. Və biz bununla da sübut eləmiş olduq ki, həqiqətən də eyni ipdə eyni gərilmə qüvvəsi ödənilmiş. Davam edirəm. Deyir,
V0 başlanğıc sürəti ilə şaquli aşağı atılmış cismin T anında sürəti hansı ifadə ilə təyin olunur? Uşaqlar, bu yer səthidir. Aşağı müəyyən bir başlanğıc sürətindən atmışam, tutaq ki, V0 sürətini. Bu aşağı getdilə necə hərəkət eləyəcək? Yeyinləşən. Yeyinləşən. Biz sürət təhlilini yazdıq. V bərabərdir V0 plus AT yazmalıyıq. Çünki yeyinləşən olanda sürətlə bu eyni işarəli olmalı. İndi biz bilirik ki, sərbəst düşəndə ümumiyyətlə aşağı yuxarı hərəkət edəndə A-nın əvəzinə nə yaza bilərik? Sərbəst düşmə təzyiqi, yəni J. Onda düstur olacaq V bərabərdir V0 plus J vurulsun T. Bu da cavabımız olacaq bizim Y variantımız. Gəlirəm 9-cu suala. Bir Pascal vurulsun kilogram bölünsün joule. Nəyin vahdidir? Gəlin baxaq. Pascalın yerinə yazaq belə. Hə. Vahidlər yazaq, hərf nə yazaq da? Kvadrat. Aynen. F bölünsün böyük S yazaq, sahə. Kilogram olduğu kimi qalsın. Joule-un da yerinə şala mən yazıram F vurulsun S. S də burada uzunluqda, düzdürmü? Bəli. Buradan F-lər gedir. İndi baxın. Bu M kütlədir. Kütlənin vahidi kilogram. Bunu qoydum qırağa. Sahənin vahidi nədir? Metr kvadrat. Uzunluğun vahidi metr. Vuranda bir-birinə nə eləyir? Sıxlığın Ay, onda olacaq sıxlığın vahidi. Hə. İndi bir başqa cüzə belə yazmaq olar ki, əslində. Burada məsəl üçün M öyle olduğu kimi qalsın. Sahənin uzunluğa vuranda bir həcmi verir. Yaxşı, M bölü V bizə nəyi verir? Bu da elə sıxlığı vermiş olar. Ya da siz dediyiniz kimi bir Pascal'da açıb qoyaram, Joule da açıb qoyaram yerinə. İxtisarlarıma aparıb kilogram bölünsün metr kubu ala bilərəm. Gəlirəm 10-cu suala. Deyir, riyazi rəqqasının tezliyinin ondan asılan yükün kütləsindən asılı qrafik. Riyazi rəqqasının tezliyi düsturunu xatırlayaq. Bərabərdir 1 bölünsün 2, 1 kök altında J bölünsün L. L. Baxaq, burada kütlə var mı? xeyr. Ancaq nədən asılıdır onda? Uzunluğu. Uzunluqda. Yəni yer kürəsi üçün söhbət edir. Təbii ki, planeti dəyişsə J-dən də asılı olacaq. Amma yer kürəsində riyazi rəqqasının tezliyi yalnız və yalnız nədən asılıdır? Uzunluqdan. Onda kütlədən asılı deyil, cavab olacaq D variantı. Bir də saniyə, bu kimdir? Aha. Davam edirik 11. Deyir, O nöqtəsindən keçən ox ətrafında fırlanan disk üzərində diskin altında bir dənə xətt çəkək. Verilmiş birinci nöqtələr üçün hansı fiziki kəmiyyətlərin qiyməti eynidir? İnşallah disk üzərində eyni, qiymətləri eyni olan kəmiyyətlərimiz hansıları idi? Xatırlayaq. Omega, periyod, Tezlik, ve say. say. Bunlar hamısı sabit qalırdı. Afərin. Baxıram, hansı fiziki kəmiyyətlər fərqlidir? Fərqli olan kəmiyyətlərimiz sürət və təcil. Baxıram, A variantı getdi, B getdi, dövrlərin sayı getdi, bucaq sürəti getdi, cavab qaldığına Y variantı xətti sürət. Davam edirik 13-cü sualına. Faydalı iş əmsalının daxili müqaməti 2 ohm olan cəryanın mənbəyin sıxacılığı cərcinin asılı qraf verilmişdir. Qısa qapanma cəryan işlətini hesablayın. İnşallah burada etanı, yəni düsturumuz necədir ümumiyyətlə bizim? Deməli, demişik ki, A faydalı böl A tam vurulsun 100%. Yaxşı. Biz belə eləyək. A faydalının yerinə yazıram. Tutaq ki, ümumiyyət işin düsturundan ayrıca yazaq. Ondan sonra deyəcəm. A bərabərdir. Bizim I kvadratı RT'miz var. Sonra U kvadrat bölünsün R vurulsun T'miz var. Bir də I, U, T'miz var. Hansısa birini yazsaq, eyni dövrdə cəryan işləti eyni olacaq. I'lər gedəcək məsələn, T'lər gedəcək. Yaxşı. Bizim burada bir tam işimiz var. Bir də faydalı işimiz var. Uşaqlar, həmişə tam faydalıdan nə olur? Tam iş faydalıda nə olmalıdır? Böyük olar da. Böyük olar. Aha, onda faydalı için yazanda U gərginliyindən istifadə edəcəm. Tam için yazanda hansı gərginliyindən istifadə edəcəm? EHG-dən istifadə edəcəm. Yəni gərginliyin ən böyük qiymətində. Gətirib düsturda nəzərə alsam U bölünsün epsilon olacaq. Baxıram uşaqlar burada, yəni faizlə yazılmayıb da, yəni etanı faizlə götürməyiblər. Yəni ona görə də biz faizi vurulsun 100 yazmayacağıq. İndi buradan gəlin biz U-nu verib etanı verib epsilon tapa bilərəmmi? Yazıram onda epsilon bərabərdir. U bölünsün eta. U'muz olur bizdə 8, etamız 1. Böləndə eləyəcək 8 bu.
İndi bizə deyir ki, qısa qapanma cəryan şəklində. Onda qısa qapanma cəryan şəklinin düsturunu xatırlayaq. EHG bölünsün daxili müqavimət. Ay sağ ol. EHG bölünsün daxili müqavimət. Çünki qısa qapanmada R olurdu nə 0. Onda EHG-miz 8, daxili müqaviməti verir bizə 2. 8 bölünsün 2 neçə eləcək bizdə? 4 ampere. Tam doğru. Gəlirəm 13-cü məsələyə. Deyir 2 nöqtə və yük arasındakı məsafə 50 sm-dir. Yox, 50 sm azaltdıqda Coulomb qüvvəsi 4 dəfə artmışdır. Başlanğıc anda yüklər arasındakı məsafə nə qədər? Uşaqlar, ümumi 2 nöqtə Coulomb qüvvəsi arasında düstur necədir? Bir dəqiqə fikrim qarışdı. K vurulsun. 2 2 bölünsün R kvadrat. R kvadrat. Baxıram ki, F ilə R necə mütənasibdir? Ters mütənasib. Onda yazıram F1 böl F2 bərabərdir R2 böl R1-in kvadratı. Tərs kvadratı, düzdürmü? İndi Bəli. bizə deyir ki, məsafəni 50 sm azaltmışam. Onda R2-nin yerinə yazıram R1 çıxılsın 50. Bunun kvadratı. Bölünsün R1. Nəticədə qüvvət 4 dəfə artmışdır. Onda F2-nin yerinə yazıram 4F1. 4 dəfə artdı. Gəlin buradan F-ləri ixtisar aparaq, şalaq. Hər tərəfdən kök alaq. Onda 4-də 1-də neçə çıxacaq? 2'də 1. Bərabər. Burada da kvadratımız var idi. Onda yuxarıda olacaq R1 çıx 50, aşağıda olacaq R1. Tənasübü həll eləsəm, R1 bərabərdir. 2R1 çıxılsın 100. Aha. Bunu bu tərəfə, R1 bu tərəfə atsam olacaq R1 bərabərdir 100. Deməli, başlanğıcda uzunluğumuz nə qədərmiş? 100 cm. 14-cü suala davam edirik. Deyir ki, qrafikin 2 nöqtəsinə uyğun gələn mütləq temperatur 400 Kelvin olarsa, bir nöqtəsinə uyğun gələn temperatur hesablayır. Valla bizim düsturumuz PV bölünsün T'dir, düzdürmü? Bəli. Baxıram ki, burada V nədir? Sabit. Sabit. V'nin üstünə xətt çəkdim, gözəl. P ilə T'nin də mütənasibdir. 100. Valla 2-dən 1-ə P neçə dəfə azalır? 2 dəfə. 2 dəfə. P 2 dəfə azalır, temperatur 2 dəfə azalacaq mı? Bəli. İndi burada 400 üstə, burada neçə olacaq onda? 200. 200. Всё. Gəlirəm 15. Deyir, hansı cihazların köməyi ilə naqilin müqavimətini təyin eləmək olar? 10 qanun ifadəsi deyin mənə. I bərabərdir. Bu bölünsün R. U bölünsün R. Buradan R tapsam, Bu bölünsün E. U bölünsün R. U'muz bizdə voltmetrlə tapılır. İ'miz də ampermetrlə. Cavab olacaq 1 al. Gəlir 16-cı suala. Deyir, dənizdə üzən qayığa təsir edən Arximet qüvvəsi 8 kN. Deməli, F Arximet bərabərdir 8 kN. Qayıqda olan yükün kütləsi 3 kiloqramdır. Deməli, M yük bərabərdir 300 kiloqram. Qayığın özünün kütləsini tap. Uşaqlar, burada üzən sözü gördüm mən. Üzən varsa, nə götürməliyəm? F Arximet MC'ye bərabər. Bəli. Aysa, bu bizim qayığımız olsun. Bu da bunun içindəki yük olsun. İndi bax, yükü 300 verib, qayığı da M-dir. Biz bilirik ki, Arximet dedi ki, MC nə olacaq? Bərabər. Deməli, MC ümumi yazıram bura, bu da Arximet. Yazıram onda F Arximet bərabərdir. M ümumi qayıqla kütlə birlikdə, qayığın kütləsi, yükün kütləsi. Vurulsun ki, onda ümumi kütləni gəlin tapaq. Ümumi kütlə nə qədər olacaq bizdə? F Arximet bölünsün J. Arximedimiz 8000, J'miz də 10. Neçə eləyəcək? 800. Yaxşı. Qayığın ümumi kütləsi 800-sə, yük 300 olanda, yük 300-sə, qayığın kütləsi nə qədər olmalıdır onda? 500. Aysa. Qayığın kütləsi olacaq 500 kiloqram. Tamamilə doğru. Davam edirik. Deyir, eyni tutumlu kondensatorlarla yığılan şəkildəki dövrədə KLM kondensatorlarındakı enerjiləri müqayisə edilir. Gəlin belə eləyək uşaqlar biz. Biz bilirik ki, paralel birləşmədə U'lar bir-birinə nə olur? Bərabər. Bərabər. İndi aşağının, yuxarının tutumu S-dir. Aşağının tutumu nə qədərdir? S bölü 2. S bölü 2. Yaxşı. Q bərabərdir SU düsturundan. U eynidirsə, Q ilə S necə mütənasibdir? Düz mütənasib. Düz mütənasibdir. Onda mən yuxarı 2Q desəm, aşağı nə qədər olacaq? Q bölü 2.
2 Q'dur, 2 dəfə az olmayacaq. Mən özüm 2 Q götürmüşəm ki, yəni kəsri qiymət olmasın. Yox. Q olacaq. Bəli, 2 dəfə az olmalı. Aha. Deməli və ardıcıl birləşmədə biz bilirik ki, hər yerdə Q'dur. Yəni burada da Q'dur, burada da Q'dur. Sö. Bax, burada da 2 Q'dur. İndi rahat bir şəkildə biz enerjiləri müqayisə edə bilirik. Enerjinin düsturunu götürürəm bizdə Q kvadrat bölünsün 2'si. Birinci için yazsam, yuxarıdakı için M için yazsam. Olacaq Q'nun kvadratı neçə eləcək bizdə? 4Q kvadrat bölünsün 2'si. Aşağıda hər birində nə qədər olacaq? Q kvadrat bölünsün 2'si, Q kvadrat bölünsün 2'si. Onda belə çıxır ki, K-nın L bir-birinə nə olacaq? Bərabərdir. M də onlardan böyükdür. Tamamilə doğrudur. K-nın L bərabərdir. M də onlardan böyükdür. Cavab olacaq B variantı. Aydındır. Bəli. Gözəl. İlk ki, sərbəst elektromaqnit rəqslərdə baş verən cəryan şiddətinin amplitude qiyməti I maksimaldır. Yəni maksimal qiymət. Kondensatorun enerjisi sarğacın enerjisinin 9 dəfə çox olarsa, demək kondensator elektrikdir, də düzdürmü? Elektrik deyir maqnitdən 9 dəfə çox olarsa, cəryan şiddətinin ani qiyməti nə hesabdır? Yaxşı. Tam enerjinin düsturu bizə nəyə bərabərdir? Buyurun inşallah. Maqnit və elektrikdən cəmi. Elektrikin cəmi. Onda bizə elektrik lazım olduğu üçün maqniti yox eləmək lazımdır, düzdürmü? Bizə elektrik lazımdır. Onda W maqnit nəyə bərabərdir? Böldüm 9. Onda yazıram W tam enerji bərabərdir. W elektrik bölünsün 9 üstə gəl W elektrik. Ən kiçik orta məxrəcə gətirsəm olacaq 9'da 10 W elektrik, düzdürmü? Bəli. İndi davam edək. Tamın yerinə qoyuram. L I maksimalın kvadrat bölünsün 2. Bərabərdir. 9'da 10 vurulsun L kvadrat bölünsün 2. Onda belə elək. L bölü 2'lərə aparıram. L bölü 2'lər apardım. Hər tərəfdən kök alsaq indi. I maksimal bərabər olacaq. Kök altında 10 vurulsun i'yə. Bizdən də i'ni soruşur. Onda i bərabərdir. I maksimal bölünsün kökdə 10. Demək, cavabımız olacaq nə? Y var. Aydındır. Bəli. Qəşəng. Davam edirik 19-cu sualla. Deyir ki, şəkildə dəyişən cəryan dövrəsində verilənlərə görə hansı kəmiyyəti təyin etmiyorlar? İnşallah erimiz var. Bəli. U'muz var. Söyləşdə. Er var, U varsa cəryan şiddəti tapa bilərik də biz. Bəli. Bu rahat bir şəkildə. Sonra bu 60 U maksimal da bizə, düzdürmü? U maksimal 60'dır. Təsir edici qiyməti tapmaq üçün həmişə mən nə etməliyəm? U maksimalı Köşkə. Kök altında. deməli onu tapmaq olar da köşdəkini bilirsən onsuz. U maksimal 60'dır. Qoy yerinə hesab et. Deməli 2'ni tapmaq olar. Gəlirəm tezliyə. Omegamız neçədir bizim? 30 pi. Düstur tezliyin olan düsturumuz 2 pi n'dir. Bəli. Onda n tapanda neçə eləyəcək? 15. 15. Deməli bunu tapmaq olur da. Deməli belə çıxır ki, hər üçünü tapmaq olar. Olur. Əla. Davam edirəm 20. Deyir ki, havanın temperaturu 25 dərəcədir normalda. Şeh nöqtəsi 8 dərəcədir. Doyan buxarın sıxlığı 25 dərəcə 50'dir. 8 dərəcədə 20 qramdır. İnşallah bir dənə 8 dərəcəyə fikir verir. 8 dərəcə bizə nə qiymət idi? T8 dərəcə olanda nəyin qiymət nə baş verib? Şey nöqtəsini verib də. Şeh nöqtəsində nə olurdu? Doyanla Doymayan bir-birinə. doymayan bir-birinə nə olurdu? Bərabər. Bərabər olur. Yəni artıq orada bilmirsən ki, bu doyandır, yoxsa doymayandır. Orada bir-birinə bərabər götürürlər, doyanla doymayanı. Onda belə çıxır ki, doyan buxarın sıxlığı 8 dərəcədə 20'dirsə, bax, 8 dərəcədə rho sıfırımız 20'dirsə, elə rho'muz da 20 ola bilərmi? Çünki Bəli. şeh nöqtəsi elə bir temperatur ki, doyanla doymayan xassələ fərqi yoxa çıxdı. Yəni bilinmir ki, bu doyandır yoxsa doymayandır. Onda belə çıxır ki, 8 dərəcədəki rho sıfır 20 elə rho'nun qiymətidir. Onda rho'muz olacaq 20. Qalan variantları atıram gedir. Gəlirəm. Doyan buxarı sıxlığı 25 dərəcəsi 50 qram. Deməli, rho sıfırımız neçədir bizim? Bax, rho'nu tapdım ki 20. Rho sıfırsa verib bizə 25. Yox, üzr istəyirəm 50. 50. Onda fi'ni tapsan, fi'nin üstü nətərdir bizdə?
20 bölü 50 vur 100%. Ay sağ ol. Deməli 20 bölünsün 50, vurulsun 100. Bu da bizə neçə faiz eləyəcək? 40 faiz eləyəcək mi? Bəli. Onda A variantının üstünə xətt çəkirəm. Yerdə qalır bizdə B variantı. Tam doğrudur. Gələm 21. Deyir, kütləsi 500 qram olan cismin yer dəyişməsinin zamanlı asılı qrafiki bu formadadır. Əvəzləyici qüvvə 32 jol iş görmüşdürsə, cisim neçə metr yer dəyişmişdir. İnşallah işin düsturu bizə nətərdir? F vur S. Bu da bizdə 32'dir. Bizə deyir ki, yer dəyişməsini tap. Gəlin belə eləyək. F Bir də yerine Tərdili burada aha, A bərabərdir. Onu da yazaq belə. M, A, S bərabərdir 32'yə. Biz nə axtarırıq? Yer dəyişməni axtarırıq da, düzdürmü? Hı. Onda yer dəyişməni tapsam nə olacaq? 32 bölünsün Emma. M-a. Yaxşı, 32 bölünsün. M-imiz neçədir? 0.5. 0.5 kiloqrama çevirsək, 0.5. Tədilimiz Tamam. neçədir uşaqlar? Biz normalda bilirik ki, S bərabərdir. AT kvadrat bölünsün 2 olmalıdır, düzdür? Hı. Baxın, T kvadratının qarşısında burada A bölü 2 var, burada 4 var. Onda belə çıxır ki, A bölü 2 4-dürsə, A'mız neçə olacaq burada? 8. 8. Vurulsun 8. 8. Bərabərdir onda. 32 bölünsün 4-ə. Bu da neçə eləyəcək bizdə? 8 metr. 8 metr. Tamamilə doğru. Sonra, deyir, ərimə temperaturunda götürülmüş kristal maddənin tam əriməsi üçün sərf olunan istilik miqdarını bu maddənin kütləsində asılı qraf vermişdir və xüsusi ərimə istiliyi hesab edəcək. Şolar, ərimə istiliyi miqdarının düsturu bizə nətərdir? Q bərabərdir. Olsun Emma. Necə? Liam. Aynen. Ərimə, lambda vur M-dir. Sən dediyin Q bərabərdir QM, bu yanmadır. Hı. Aha, buradan Liam'dan soruşur bizdən. Liam da bərabər olacaq onda Q bölünsün M. Yəni 80 vahidlərə baxıram ki, joul'la verib. Ona görə mən kilojoul çevirməliyəm. Olacaq 80.000. Çünki burada kilojouldur. Bölünsün 4. Bu da bizə neçə eləyəcək? 20 vurulsun 10 üstü 3. Yəni 20.000. Cavab olacaq bizə A variantı. Gəlirəm 23. Deyir, şəkildə 2 tranzistorun sxemi verilmişdir. NPN keçidi tranzistor hansıdır və bazda hansı rəqəm? Yaxşı oldu bu sualın düşməsində. Biz bilirik ki, tranzistor 2 PN keçidindən ibarətdir. P, N, P ola bilər. Bir də N, P, N ola bilər. Şuna yadda saxlayın. Əgər oxun üzü burada nə idi? Bax, birinci xətt nədir? Emitter də bizə düzdür. Emitter bəli. Hə, biz də dəqiqə bunları biraz naziləşdirək. Bura yazıram emitter. Aşağı xəttimiz nə idi bu? Baza, diğerde kollektor. Baza, bu da olur kollektor. Kollektor. Uşaqlar, yadda saxlayın. Oxun üzü bazaya doğrudursa olacaq bu həmişə P, N, P. Bu qaydadır. Oxun üzü bazaya doğrudursa olur P, N, P. Oxun üzü bazadan çıxırsa bu olacaq bizdə N, P, N. İndi bizə deyir ki, hansı burada deyir N, P, N. Onda hansı olacaq? M konturu yoxsa N konturu? En kontrol. N konturu. Və deyir ki, baza hansı rəqəmlə göstərilmişdir? Yaxşı, N konturunda baza hansıdır? Bax, burada baza budur yenə. Emitter budur, kollektor da budur. Onda baza neçə hansı rəqəmlə? 1. Onda N 1. Aydındır? Bəli. Bax, bunu bir mənalı şəkildə və yadda saxlayın inşallah. Dimdə yoxdur, amma bu formada sual düşə bilər sizə. Gəlirəm tam daxilə qayıtma hadisəsi. Tam daxilə qayıtma hadisəsinin baş verməsi üçün biz bilirik ki, 2 şərt var idi. Buraya, məsələn, buraya yazıram N1, buraya yazıram N2. Tutaq ki, şu anı N1-dən göndərirəm mən. Deməli, bu zaman səthə düşən nöqtədə mən normal çəkməliydim. Tam daxilə qayıtma başlayır. Bu bucaq belə göndərilirdi. Məsələn, gələn şua nə yuxarı keçmir, nə aşağı keçmir. Üfüqi səth boyunca yayılırdısa. Bu zaman düşmə bucağı bizə nə adlanır? Nə bucağı deyirdilər buna? Limit. Limit bucağı. Limit bucağı. Alfa 0 olurdu bizdə limit bucağı. Bu zaman bizdə
qaydamızın birincisi bu çıxırdı ki, bax indi limitdən böyük göndərsə, o dəqiqə şüa neynədir? Geri qayıdacaq. Və tam daxilə qayıtma baş verdi. Gözəl. Amma limitdən kiçik göndərsəm nə baş verərdi? Limitdən kiçik göndərsəm artıq bu şüa ikinci mühitə keçərdi. Ona görə də limit tam daxilə qayıtma baş verməsi üçün alfa sıfırdan nə olmalıdır? Böyük. Yəni limit bucağından böyük göndərməlidir. Deməli alfa sıfırdan böyük olmalıdır. Bunu qeyd edin, qoydum bura. Yaxşı. Gəlirəm indi sındırma əmsallarına. Şöyle tam daxilə qayıtma baş verməsi üçün demişdik ki, böyük mühitdən hara düşməlidir? Şüa. Yəni sındırma əmsalı optik sıxı çox olan mühitdən az olan mühitdən. Düzdürmü? İndi mən şuanı 1-dən 2-yə göndərmişəmsə. Onda hansı böyük olmalıdır burada? 1 yoxsa 2? Birinci. Təbii ki, 1 də 2-dən nə olmalıdır? Böyük olmalıdır. Baxıram, bir də burada bu uyğun gəlir. Ona görə cavabımız olacaq burada bizim 2 və 3C variantı. Davam edirəm 25-ci sualla. Bir çəkiləri nəzərə alınmayan bloklarla tanıtılmış olan sistemdə K-nın kütləsinin L-in kütləsinə olan nisbətini tap. Yəni deyir ki, MK böl ML. Bax, buna deyirəm ML kütləsi. ML ip boyunca gəlirəm. Burada olur ML, burada olur ML. Onda yuxarı nə qədər oldu bizdə? 2. Aşağı nə qədər kütləmiz var bəs? 2 dənə nəyimiz var? MK-mız. Onda belə çıxır ki, 2ML bərabərdir 2MK-ya. 2-ləri qısa keçsə ML ilə MK-nın kütləsi bir-birinə nə olacaq? Beraber. Onda nisbət neçə eləyəcək? 1. 1. Əla. Deyir ki, 2 koherent mənbənin. Yaxşı, ümumiyyətlə birinci deyir inşallah. Koherent dalğa nə idi? Dalğa Şimdi uzunluğu fazalar fərqi sabit. Dalğa uzunluqları eyni, fazalar fərqi isə, yəni delta fi isə sabit qalan dalğalara deyirlər koherent dalğa. Deyir ki, bir nöqtədə görüşürlər. Həmin nöqtədə birinci dalğanın qabarığı ilə, bax birinci dalğanın qabarığı ilə ikinci dalğanın çökəkliyi üstündə düşür. Bax belə. Bu qabaranda bu çökür. Bu çökəndə bu qabarır. Onda bunlar görüşəndə bir-birini neynəyəcəklər uşaqlar? Zəiflədəcəklər. Yəni bu bizdə minimumlar şərtidir. Minimumlar şərtində A2-ni tapmaq üçün neynirdi? Çıxır. Əla. Modulca A1 çıxılsın A2. Yəni 0.4 çıxılsın 0.6 ilə 0.2 mənfi, moduldan çıxır olur 0.2 metr. Bir də deyir ki, santimetrlə tapşına. Neçə santimetr eləyəcək onda? 20. 20 santimetr. Cavab olacaq 20. Görək bunun qrafiki var mı? Yox, qrafik yoxdur. 27. Deyir ki, uyğunluğu müəyyən edin. Doyma cəryan şiddəti, saxlayıcı gərginlik çıxışı. Şöyle gəlməyən səbətimizdə xatırlayaq, onu sonra rahat bir şəkildə yazacağıq. Deməli, doyma cəryan şiddəti nədən asılı idi? İN İ'dən N. Bəli. Gəlirdim burada U saxlayıcı. Saxlayıcının yanında nə var idi başqa? Kinetik vardı. Sonra sürət, sonra impuls. Bunlar hamısı nüydən necə asılı idi? Düz lambdan ters. Lambda tərs asılı. Valla bu səbətlərin bir-biri ilə əlaqəsi Yoktu. yoxdur. Yəni asılılığı yoxdur. Baxaq onda. Deyir ki, doyma cəryan şiddətinin qiyməti asılı olacaq uşaqlar intensivliyindən və saydan. Baxa görə varmı? İntensiv işığın tezliyindən asılı deyil. Anod gərginliyi asılı deyil. Düşən işığın dalğa uzunluğuna asılı deyil. İntensivlik D variantı var da burada, düzdürmü? 1'e yazdım D variantı. Aydındır, yəni burası problem olmadı ki. Hemen. Gəlirik saxlayıcı gərginlik. Saxlayıcı gərginlik, bax bu səbətin nə varsa onunla. Məsələn, kinetikdən, sürətdən, impulsdan, tezlikdən və dalğa uzunluğuna asılıdır. Baxaq. Tezliyindən asılıdır, bəli. Deməli, A variantı uyğun gəlir. Anod gərginliyindən asılıdır. Saxlayıcı gərginlik anod gərginliyindən. Şöyle saxlayıcı gərginlik anod gərginliyindən asılı deyil. Yəni bu özündən asılı belə deyək. Sonra düşən işığın dalğa uzunluğu asılıdır mı dalğa uzunluğundan? Evet. Bəli. Bunu da yazdım bura. Hansıydı bu? Düşən işığın dalğa uzunluğu. C variantı. Aha. Başqa deyir intensivliyindən asılıdır. Yox. Katon maddəsinin növündən asılıdır. Yox.
Gəlirəm üçüncü çıxış işi. Uşaqlar, çıxış işini düstur nətər idi? H minimum. Və yaxud da HC bölünsün HC lambda. bölünsün. Ay sağ ol. Bu A çıxışdır. H nü minimumdur. Yəni A çıxış öz aslıdır nü minimumdan və lambda maksimumdan. Bunlar özləri isə hamısı aslı bir dənə maddənin Növünlər. növündən. Yəni kənar heç nədən asılı deyildir. Amma mənə belə A çıxışın özü soruşdakı məsələsində A çıxış nü minimumdan necə asılıdır? Düz asılıdır. İndi baxıram nə yaşanır. Demək çıxış maddənin növünə asılıdır. Cavab olacaq nə? Y variantı. Davam eləyək. Kütlə defekti 28-i saxlayıram hələ ki, inşallah atom fizikası keçəndən sonra izah eləyəcək onu Allah qoysa. Gəlirəm 29. Deyir ki, induktivlik L hərfinə işarə olunur 0.5-dir. Maqnit seli 8 Weber'dir. Deyir maqnit sahəsi enerjisi. Düstur necədir uşaqlar? Pi kvadratı bölünsün 2L. Fi'nin kvadratı 64 bölünsün 2 vur 0.5 o da neçədir bizdə? 1. Bu da eləyəcək bizə 64 Joule. Bu rahat. Gəlirəm 30-cu suala. Deyir ki, AB naqilinin maqnit sahəsi tərəfindən proton təsirinin Lorentz qatsının istiqamət tapır. Gəlin baxaq uşaqlar, bu bizim uzun xəttimizdir. Ona görə buraya yazıram müsbət. Buraya yazıram mənfi. Biz bilirik ki, cəryan həmişə hardan gəlir? Müsbətdən çıxır, Mənfiyə gedir. mənfidir. Onda belə çıxır ki, AB hissəsinin cəryan hansı tərəf alacaq? Yuxarı. Yuxarı. Deməli, burada cəryan olacaq yuxarı. Yaxşı. Bu cəryanın induksiyasını tapmaq istəsək, hansı əldən istifadə edirəm? Beyin tapmaq istəyirəmsə. B sağ əldən. Sağ əl. Bax, beyni tapmaq üçün sağ əldən istifadə edir. Sağ əlimizin baş barmağı cəryan istiqamətə qoyulanda 4 barmaq nəyə göstərir? İnduksiya. Onda bura olur X. Sol tərəf olur bizdə nə? Nöqtə. Nöqtə. İndi deyir ki, burada, yəni bax bu hissədə Lorentz tap. Nöqtədirsə, əlimi tuturam şəkilə tərəf, üz aşağı. 4 barmaq yuxarı olanda Lorentz klası hansı tərəfə tapılacaq? Sol tərəfə. Olacaq sola. Sağa üz üstə. Sağ çəkim sol deyirik. F Lorentz. Deməli, onda bizə belə çıxır ki, amper qüvvəsinin istiqaməti, Lorentz qüvvəsinin istiqaməti olacaq bizə sağ istiqamətdə. Aydındır uşaqlar, bu sınaqda kimə nə qaranlıq sual qaldı? Heç kim çıxmasın uşaqlar. Bir iki dənə şey izah edəcəm mən sizə. Ayrılmayın bircə dəqiqə. Bircə saniyə tələsməyin. Aha. Dalğa optikasından bir iki dənə şey xatırlatma eləyəcəm sizə. Dalğa optikası. Uşaqlar, dalğa optikası neçə yerə bölünürdü? Neçə başlıqda öyrənirdik biz? 4. 4. 1, 2, 3, 4. Birinci nə idi? Difraksiya. Dispersiya. Yox, dispersiya. Yəni ardıcıllığın çox da önəmi yoxdur əslində. İkinci nə idi? İnterferensiya. İnterferensiya. 3 nə idi? Difraksiya, sonra polarizasiya. Polyarlaşma. Difraksiya, bir də polyarlaşma. Polyarlaşma. Uşaqlar, dispersiya nə idi? Hə, Dalğa uzunluğunun sındırma imkanından istifadə. ay sağ ol. Elə də demək olar. Yəni tezliyin sındırma imkanından asılı olmasına əsaslanır. Və yaxud da qısa formada deyirsən ki, ağ işığı rənglərə ayrılması. İnterferensiya nə idi? Dalğaların Güclənmə və ya zəiflətmə. Lətmə. Difraksiya nə idi uşaqlar? İşığın manyenin aşması. arxasına keçməsi. Bəs polyarlaşmanı kim deyə bilər uşaqlar? Bəlkə deyərsiniz. Eninə yayılmasıdır. İşığın eninə dalğa olmasını sübut edirdi. Eninə Bəli. dalğa olması. İndi baxın uşaqlar, burada bizdə ən çox qarışdırılan dispersiya ilə difraksiyadır.
Çünki burada hər ikisində rəylərdən istifadə edəcək. Bir dənə onu izah eləməyə çalışım mən sizə. Deməli biz dispersiya hadisəsini real həyatda almaq üçün bir dənə 300-lü şüşə prizmadan götürəcəyik. 300-lü, üçbucaq formasında bir dənə şüşə prizma götürürük və bunun üzərinə biz ağ işıq göndərəcəyik. Ağ işığı göndərəndə biz bilirik ki, şüşə üzərinə düşən işıq sınma qanununa əsasən şüşəni tərk edəndə öz yolunda meyl etməyə rast gələcək. Və 300-lü şüşə prizma bu işığı 7 dənə rəngə bölür. Bir dənə bunları belə qeyd eləyək. Neçə oldu bizdə? Birini də buradan yazarıq. Qırmızı, rənglərin ardıcılığı necə idi bizdə? Qırmızı, Sarı. sarı, yaşıl, mavi, göy, bənövşə. Qalar, normalda, yəni göndərdiyim bu ağ işıq, bax belə yayılmalı idi da, bax belə. Yəni heç bir şey olmasaydı, qarşısına bir maneə çıxmasaydı, bu formada yayılacaq, düzdürmü? İndi Bəli. baxın uşaqlar. Ən çox meyl eləyən burada hansıdır sizcə? Bənövşə. Bucağa baxaq. Deməli, ən çox meyil oldu bənövşəy. Bənövşəy. İndi baxın uşaqlar. Biz də demişik ki, burada həmişəli bir mənalı şəkildə yadda saxlayacaq. Aşağı getdikcə tezlik nə edir? Tezlik artır, uzunluğu azalır. Dalğa uzunluğu Azalır. azalır. Gözəl. Tezlik artır, dalğa uzunluğu artır. Tezlik artır, dalğa uzunluğu azalır. İndi bir də uşaqlar difraksiyanı xatırlayaq burada. İkisini bir arada seçək. Deməli, aşağıdakı xətt bizim ekranımız idi. Burada biz nə alındığını görürük. Bu da bizim difraksiya qəfəsidir, düzdürmü? Difraksiya qəfəsi. Uşaqlar, difraksiya üçün düsturumuz necə idi? D Sinus fi bərabər sinus kalem. pi bərabər nəyə? K vurulsun lambda. İndi baxın uşaqlar, mən bunun üzərinə ağ işıq göndərirəm. Normalda işıq şüası biz bilirik ki, həndəsi optikada necə yayılmalıdır? Düz xətt boyunca gələn. Yəni bilirik. Bura qədər düz xətt gəlsin. Yəni normalda bax belə yayılmalı idi. Amma biz təcrübədən də müşahidə edirik. Mən bunu bəzən sizə demişəm. Tutaq ki, görürsən ki, məsələn, onu aşağıdan çəkim, tutaq ki, bu şifrdə bir balaca deşiyi varsa, gələn şüa, bax, hər tərəfə bax, bu formada nə eləmiş olur? Doldurmuş olur. Özünü, belə deyim, getdikcə genişləndirir. Və belə çıxır ki, bax, bura maneə idi. Amma maneənin arxasında işıq nə eləmiş oldu? Keçmiş oldu. Belə çıxır ki, difraksiya hadisəsində işıq maneənin arxasında nə eləyə bilir? Keçə bilir. İndi gəlin baxaq. Yəni, mən nəyi demək istəyirəm? Gələn şüa öz yolunda meyl edərək yayıla bilir. Məsələn, bax, belə. Bir dənəsini göstərirəm, tutaq ki, belə. İndi baxıram nə? Düsturumuza baxıram ki, sinus fi, bucaq, liam dilində mütənasibdir. Düz. Düz mütənasib. Deməli, sinus fi, liam deyilən düz aslıdır. Onda belə çıxır ki, liamdası böyük olanın bucağı da nə olmalıdır? Böyük. Baxaq indi dispersiya hadisəsində. Liamdanın ən kiçik qiyməti hansıdır? Hansı rəngdir? Bənövşə. Bənövşəyi. Liamdanın ən böyük qiyməti hansıdır bəs? Kırmızı. Qırmızı. Qırmızı. Onda belə çıxır ki, məsələn 2 dənə rəng götürmüşəm mən. Biri ən az olsun, bax ən az. Bu da olsun ən çox. Ən çox. Onda bucağı ən çox olanın lambdası da nə olacaq? Çox olacaq. Onda lambdası ən böyük olan rəng hansıydı? Qırmızı rəngi. Deməli, bura olacaq necə rəng? Qırmızı rəng. Lambdası ən az olanın bucağı da az olacaq. Bu da olacaq bizdə nə? Bənövşəyi. Aydındır. Yəni, dispersiyada ən çox meyl edən hansı oldu? Bənövşəyi. Bəs difraksiyada ən çox meyl edən hansı oldu? Qırmızı. 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 İndi difraksiya təkcə özünü sübut eləmir. Yəni, maneənin arxasına keçməyə sübut eləmir. Difraksiya həm də nəyi sübut eləyir? Difraksiya bərabərdir. Özü ilə bərabər
həm diffraksiyanı sübut eləyir, Həm də həm də interferensiyanı. interferensiyanı. İndi o necə olacaq? Tutaq ki, mən bu hissəni sileyim. Burada mən o qəfəs periodları çəkirəm və bir dənə də ağ işıq göndərirəm, tutaq ki, buradan. Və bu şua da biz bilirik ki, öz yolunda meyl etməsinə görə, tutaq ki, həm belə meyl eləyəcək, yəni normalda belə getməli idi, həm sola meyl eləyəcək, həm də sağa. İndi bax, buradan gələn şualarla, buradan gələn şualar bu nöqtədə kəsişdilər. Üst-üstə düşdülər. Onda bunlar bir-birini neyin edələr? Gücləndirəcək. Gücləndirəcək. Güclənmə. Güclənmə hadisəsi hansı idi? İnterferensiya. Ona görə deyirik ki, diffraksiya özü həm diffraksiyanı sübut edir, həm də interferensiyanı. Aydındır. Tamam. Bir də polyarlaşma nə idi dedik? Enlə dalğa olmasını sübut edirdi. Yaxşı. İşığın enlə dalğanı bir dənə xatırlayaq. Enlə dalğa belə yardı, düzdürmü? Və enlə dalğada zərrəciklər məsələn bu zərrəciyin hərəkət istiqamətidir V. Tutaq ki, buradakı zərrəcik yuxarı hərəkət edir. Buradakı zərrəcik tutaq ki, aşağı hərəkət edir. Bunların uzantısını çəksəm, bu V ilə, yəni dalğanın yayılma sürəti ilə zərrəciyin sürəti bir-birinə nə olur burada? Perpendikülər. Əgər perpendikülərsə biz buna nə deyəcəyik? Enlə dalğa. İndi gəlin polyarlaşmanı sübut eləməyə çalışaq. İşıq bilirik ki, bu mənbə tutaq ki, işıq mənbəyidir. Hər tərəfə saçılır, düzdürmü? Bu istiqamətdə, belə. Hər tərəfə işıq saçılmış olur. İndi mən bunun qarşısına bir dənə içi boş, yəni ortası kəsik turmalin kristal qoyacağam. Turmalin kristal. Baxın uşaqlar, tam-tamına hansı zərrəci, hansı şua buradan keçəcək? Hansı keçər sizcə? Tam paralel olan da. Yəni. Tam paralel olan, bax bu. Bax bu dalğa buradan bura hərəkət eləyərək, belə deyək ki, gələcək bunun içərisində keçəcək. İndi mən bunu sübut eləmək, bax yuxarı aşağı olduğunu sübut elədim. Görək sağa sola hərəkət eləyə bilirmi? Ona görə bunun qarşısına mən bir dənə paralel turmalin kristalı qoyacağam. Tam-tamına bu işıq dalğası bunun içərisində keçə bilər uşaqlar? Xeyr. Onda belə çıxır ki, yəni işıq dalğası ancaq və ancaq necə yayıla bilir? Yuxarı və aşağı. Və bu zaman yuxarı aşağı varsa, onda belə çıxır. Zərrəciyin yuxarı aşağı hərəkət edən hansı dalğaydı? Enlə dalğa. Və bununla da sübut edirsən ki, enlə dalğa olduğu sübut olmuş olur. Yaxşı. Burada dedik ki, alfa bərabər 90 dərəcə olanda işığın intensivliyi, yəni keçməsi nə oldu? 0. 0 oldu. Əgər alfa bərabər 0 dərəcə olsa, intensivliyi nə olacaqdı? Yəni sən bu qırmızını fırlayıb dikinə qoya bilsən, yəni paralel qoysan, bu zaman buradan keçən dik dalğa yuxarı aşağı olur. Buradan da tam keçəcək, olacaq maksimum. Ona görə də intensivliyi olacaq bizdə maksimum. Baxın yenə deyirəm, 0 dərəcə olanda olur maksimum, 90 dərəcə olanda olacaq bizdə minimum intensivliyə malik olmuş olacaq. Bu da bizim ümumi belə deyim, dalğa optikasına aid qısa bir izah. İndi inşallah kimin nə sualı varsa verə bilər. Buyurun inşallah. Kimi maraqlandıran bir sual varsa verə bilər. Nə bilim, bu dərsin izahı ilə bağlı deyim, nə bilim, sınağın izahı ilə bağlı olsun. Yoxdur ki? Yoxdur. Oldu onda. Allah zeyn açıqlığı versin sizə. Uğurlar. İnşallah